Hər vaxtınız xeyir olsun dəyərli müəllimlərimiz və əziz abituriyentlərimiz. Bugün sizinlə balaca, amma çox önəmli bir məlumat paylaşacağım. Hansı ki, Dövlət İmtahan Mərkəzinin bizə təqdim elədiyi PDF-dəndir. İmtahana gedən abituriyentlərimiz, müəllimlərimiz diqqətli olsunlar bu videoda. Çox adamın səhv elədiyi, amma imtahanda qarşımıza çıxa bilən faktlardan biridir. Bilirsiniz ki, ədəbiyyatdan suallar son zamanlarda, yəni son illərdə necə düşür? Təbii ki, harda lazımlı da düşür, amma diqqətimizi yoxlamaq üçün o küncdə, bucaqda nələr ki qalmır, nöqtədən kənarda, qıraqda qalanlar. Onların hamısını götürüb suala salırlar. Yəni verə bilirlər ardıcıllıq kimi. Bu hissəni də versə və ya bununla bağlı test qursa siz nə yazacaqsınız? Gəlin buna baxaq. Diqqətli olun izahda. Məndən öncə indi bizə Kamil kömək edəcək. Gəl görək bəri. Bu 4 misranı biraz uzaq dur. Bu lövhəni tutdu. Bax, bu 4 misranı görürsən Kamil. Bəli. Görürəm. Bax, bu 4 misra. Oxu görək bu 4 misrada nə deyir? Siz də Kamillə birlikdə oxuyun. İmkan var o lövhəni yaxınlaşdırmağa. Oxuyun görək. Özünüz öncə cavab verin görün burada nə deyir? Buyur. Çün tix çəkib mübarizə Rum, Şam əhlini etdi əmrə məhkum. Fəth oldu sipahi Türkə mənsub, oldu ərəbin sipahi məğlub. Nə başa düşdün? Mənim Türk qalib gəlib, ərəb məğlub olub. Türk ordusu qalib gəlib, ərəb ordusu isə məğlub olub. Yanlışdımı, haqsızdımı? Yox. Haqqın var, düz deyirsən, olanı deyirsən də, səhv bir şey demirsən ki özündən. Qəşəng. Çox sağ ol Kamil. İndi qulaq as gör, sən dediyin kimidirmi, yoxsa yox? Yəqin siz də Kamil kimi bunu tərcümə deməyək də təhlil eləmisiniz ki, Türklər qalib gəldi, ərəb məğlub oldu və daha geniş deyim sizə. Siz indi deyirsiniz ki, burada Nofəlin qoşunu qalib gəlir, Türk kimi qələmə veririk və deyirik ki, Leylinin atası Gil məğlub olur. Düzdür? Belə düşünürsünüz yəqin ki, bu səhvi eləməyin, qətiyyən. İmtahanda bax, mən olsam, bu hissəni verərəm və deyərəm ki, sadə bir sual. Deyin görün, burada nədən bəhs edir? Nədən bəhs edilib? Yazaram A variantı. Nofəlin qoşunu döyüşdə qalib gəlir. B variantı. Leylinin atasının qoşunu döyüşdə qalib gəlir. C variantı. Heç bir döyüşdən bəhs edilmir. Bədii, yəni məcaz növüdür. Məcazlardır, bədii təsvir ifadə vasitələridir. Belə. D variantı yazaram ki, nə bilim, əlaqəsiz bir şeylər yazaram da. Baxın, burada həqiqətən də döyüşdən söhbət getmir. Orijinalı oxusanız, indi müəllim bizə orijinal nə lazımdır desəniz, bu PDF-də zaten görürsünüz ki, deyir, baxın, çün tix çəkib mübariz Rum, Şam əhlini etdi əmrə məhkum və bizə burada açıqlaması verib. Rum pəhləvanı ox çəkib, Şam əhlini, yəni məğlub elədi, əmrə məhkum elədi. Türklərə qalibiyyət mənsub oldu, ərəbin ordusu isə məğlub oldu. Və burada türkləri Nofəl kimi, ərəbləri də Leylinin atası kimi qələmə verirsiniz. Xeyr, belə deyil. Burada demək istəyir ki, gecə, baxın, gecə artıq çəkildi. Burada mübariz Rum var. Mübariz Rum ədəbiyyatda, klassik ədəbiyyatda çox var. Bu da Füzuli yaradıcılığındandır. Mübariz Rum günəş deməkdir. Çün tix çəkib mübariz Rum, yəni günəş öz şüalarını, tix çəkib nə deməkdir? Ox atmaqdır da, düzdür? Günəş öz şüalarını ətrafa yaydı. Şam əhlini etdi əmrə məhkum. Yəni gecəni artıq yavaş-yavaş özünə tabe elədi. Gecə artıq aydınlaşmaya başladı. Fəth oldu sipahi Türkə mənsub. Sipahi Türk deyəndə burada işıqlıq nəzərdə tutur, aydınlıq nəzərdə tutur. Yəni artıq bu aydınlıq, günəş, gün qalib gəldi. Ərəbin sipahi məğlub oldu. Ərəbin sipahi deyəndə gecə nəzərdə tutulur. Səhər açıldı, gecə isə çəkildi. Bunun açıqlaması budur. Burada heç kim qalib gəlmir. Və bunu sübut eləyək, isbat eləyək sizə. Çünki bu çox önəmli bir motivdir. Bu səhvi eləməyin. Orijinalda var. Orijinalda var. Baxın, orijinaldan sizə bir motiv göstərim. Deyir ki, gəldikcə olub ziyadə aşıb, az qaldı ki, Nofəl ola məğlub. Əlqissə müyəssər olmayıb kam, ol gün cədəl oldu sübüt ta şam, çün oldu əyan təliyə işəb, meydan-ı spehir tutdu kövkəb. Asayişə hasil oldu fürsət, can almağa verdi mərc möhlət. Demək istəyir ki, burada. Baxın, döyüş getdikcə deyir, qızışırdı artıq və az qalırdı ki, Nofəlin qoşunu məğlub ola. Az qalırdı ki, məğlub ola. Əlqissə, yəni axır ki,
deməli axşam düşdü artıq, səhərə qədər, yəni gecə, səhərdən axşama qədər döyüşüblər deyir. Amma deyir, heç kimə qalibiyyət deyir çatmadı. Heç kim qalib olmadı. Gecə düşdüyü üçün burada yazıb ki, artıq asayişə oldu fürsət, can almağa verdi mərc möhlət. Yəni artıq sakitçilik əmri verildi. Bu o deməkdir ki, döyüş dayansın gecə düşdüyü üçün. Və bir növ müharibə can almağa möhlət verdi. Yəni bir növ boş buraxdı ki, artıq bir zaman verdi. Can almağa buraxdı artıq. Baxın, can almağa verdi mərc möhlət. Bu mərc müharibə artıq can almağa biraz ara verdi. Yəni gecə düşdü, gecənin düşməyidir. İkincisi də bu döyüş əsnasını sizə deyim. Nofəlin qoşunu ilə Leylinin atasının qoşunu 2 dəfə döyüşür. Əsəri oxusanız biləcəksiniz. Orada qeyd edir ki, Nofəl yenilməz bir qəhrəman idi, igid idi. Nofəl qatıldığı hər döyüşdə qalib gəlirdi. Sadəcə Leylinin atası ilə döyüşdə Nofəl nə qədər eləyirsə, üstünlüyü əldə edə bilmir, qalib gələ bilmir. Və özünə də belə təəccüblü qalır ki, görəsən, yəni mən niyə qalib gələ bilmirəm? Və özü də orada qeyd edir ki, bu güc deyil. Bu bir haqqındır, bir haqq gücüdür. Yəni bir öz gücüm deyil də bu. Hansısa bir onların bizdən güclü olması demək deyil. Burada nəsə bir haqq işi var. Və bunu yozur o saat ki, burada nəsə başqa bir şey, dua var. O zaman Nofəlin adamları deyirlər ki, bəs sən görmədin, biz Məcnun üçün canımızı qoymuşuq ki, qalib gələk, Leylini alaq. Məcnun döyüşün ortasında dua eləyir ki, sevdiyim qızın tərəfi qalib gəlsin, Leylinin tərəfi qalib gəlsin. Hansı ki, həqiqətən də Məcnun dua eləyirdi ki, o sevdiyi qızın tərəfidir, o qalib gəlsin. Nofəl tərəfdən adam öləndə, oxlananda sevinirdi. Leyli tərəfdən, Leylinin atası tərəfdən adam oxlananda pis olurdu. Və nəticədə Nofəlin birinci döyüş heç-heçi olur. Birinci döyüş heç-heçi olur. Orada Nofəlin o məğlub məqamı var, heç-heçi olmasıdır. Çünki Nofəl onu özünə sığışdırmır. Bunu da axşam oturub müzakirə eləyəndə və deyirlər ki, Məcnun belə demişdi. Nofəl deyir, hə, deməli, mən bu işə qarışmalı deyiləm. Burada haqq işi var. Və Allah qarşısında söz verir ki, bu biabırçılıqdan qurtarsın. Hansı biabırçılıq? Döyüşdə qalib gəlsin. And içir ki, heç vaxt Leylinin adını tutmayacaq. Yəni Leyli ilə Məcnunu birləşdirməyəcək. Çünki Tanrı istəmir bunu. Yəni Tanrı deyəndə bir növ bunların birləşməsini istəməyən bir qüvvə var. İstəmir bunlar bircə. Yəni sufi eşqi nəzərdə tutur burada. Və nəticədə həqiqətən də Nofəl ikinci dəfə bax, bizim dediyimiz məqam. Əgər burada deyirdi, Nofəl qalib gəlib, nə oldu deyir? Adətcə yenə ol iki ləşkər rəzm etməyə etdilər müqərrər. Görürsünüz, artıq Nofəl bu andı içir və deyir ki, qalib gəlsəm, çıxıb gedəcəm, heç Leylini filan da Məcnunla birləşdirməyəcəm. Səhər açılır, gecə artıq gedir, səhər açılır. Adətə görə yenə o iki ordu meydana gəlirlər, döyüşürlər. Və bu döyüşdə də qalib gələn Nofəl olur. Nofəl qalib gəlir. Birinci heç-heçə, ikinci Nofəl qalib gəldi. Və orada da Leylinin atası deyir ki, mən qızımı dəliyə vermək istəmirəm. O da deyir zaten, yəni bunu istəmirəm, malım, mülkün, qızın sənin olsun, çıxır gedir. Hətta ondan sonra Məcnun onu da vəfasız adlandırır ki, nə oldu, sən söz vermişdin mənə, amma vədinə əməl etmirsən. Və bunu da deyim, düşüb PDF-inizdə də var ki, elə Məcnunun duasının qəbul olunmağı, Məcnunun mübarək şəxs olduğu elə ilk Nofələ ayan olur burada. Nofəl bilir ki, deməli bu mübarək şəxslərdən biridir ki, yəni təmiz insanlardan biridir ki, Allah onun duasını qəbul eləyib. Necə eşqə sahibdirsə. Sonra bu atasına məlum olur. Atası o gələndə hansı ki ahının odu atasının yerini işıqlandırıb. Bütün əsəri danışdım sizə. Bir də sonda da Leyliyə məlum olur. Artıq Leyliyə deyir, sən çıx get evə, mən səni istəmirəm. Başa düşürsən də Kəmil? Hə, bax üçüncü də Leyliyə məlum olur ki, həqiqətən də bunun artıq eşqi başqa leveldir. Belə, bu qədər. Ümid edirəm ki, sizə aydın oldu. Qısası, bu heç bir döyüşdən bəhs etmir. Gecənin getməsi səhərin açılması deməkdir. Belə. Sağ olun. Hə, bir də sonda onu demək istəyirəm ki, ədəbiyyatdan Azərbaycan dilindən dərslərimizə qoşulmaq istəyirsinizsə, sürət qruplarımıza qoşulmaq istəyirsinizsə, həm abituriyentlərimiz indi ikinci cəhdə hazırlaşanlar varsa, birinci imtahan onsuz heç nə qalmayıb, gələn həftə imtahandır. Bir də müəllimlərimiz 070 882 18 83 nömrəsinə yazıb onlayn dərslərimizə iştirak edə bilərsiniz. Bu qədər. Sağ olun.